Münasibətdə yaxşı insan olmaq çox vaxt xoşbəxtlik gətirmir. Əksinə yavaş-yavaş münasibəti içəridən çürüdür. Bu videoda biraz sərt, amma çox az danışılan bir həqiqətdən danışacağam. Münasibətdə həddən artıq yaxşı olmaq niyə zərərlidir? Gəlin əvvəlcə bunu aydınlaşdıraq. Yaxşı insan nə deməkdir? Mübahisələrdən qaçırsan, partnyorunu incitmək istəmirsən, öz ehtiyaclarını arxa plana atırsan, susursan ki, problem çıxmasın və düşünürsən ki, bunun adı yaxşı şeydir. Kənardan baxanda bu mənzərə çox gözəl görünür, amma sərhəddi olmayan insanın dəyəri tədricən azalır. Əgər sən heç vaxt yox demirsənsə, heç vaxt incimirsənsə, heç vaxt etiraz etmirsənsə, deməli səni itirmək riski də yoxdur. Bəs insan niyə yaxşı insan rolunu seçir? Çünki uşaqlıqdan bizə öyrədiblər ki, sevilmək üçün yaxşı insan olmalıyam. Bunu psixologiyada hamını razı salmaq ehtiyacı və yaxud people pleasing adlanır. Sən münasibəti qorumaq üçün susursan, amma münasibət məhz bu susqunluqdan soyuyur. Bir də görürsən ki, içində bir siyahı yaranıb. Mən dözdüm, mən sustum, mən onu başa düşdüm. Bu isə daxili sıxıntının böyüdüyünü, nəticədə həyatın dadının qaçdığını göstərir. Uzun müddət bastırılmış hisslər münasibəti zəhərləyir. Sevilmək üçün rahat insan olmaq lazım deyil, sevilmək üçün real insan olmaq lazım. Bəzən münasibəti xilas edən ən böyük cümlə budur. Bu mənə uyğun deyil. Araşdırmalar göstərir ki, people pleaser tipli insanlar daha çox stres və emosional yorğunluq yaşayırlar. Çünki onlar münasibəti qoruyurlar, amma özlərini itirirlər. Yaxşı insanlar səssiz fədakarlıqları ilə şuur altında bir gözlənti yaradırlar. Mən bu qədərini verirəmsə, o da bunu dəyərləndirməlidir. Onlar bunu demirlər, gözləyirlər. Onlar zərərsiz insan təsiri yaradırlar, amma öz cazibəsini itirirlər və hörmətdən düşürlər. Çünki sən hər şeyə razısansa, sən artıq seçilən yox, adi insansan. Əgər sən də xarakterində hədsiz fədakarlıq hiss edirsənsə, sərhədlərini qoymaqda çətinlik çəkirsənsə və ən əsası bunu dəyişməkdə qərarlısansa, NAT-dan faydalanmaq əla seçimdir. 11 martda başlayacaq NAT təlimə qoşulanlara xüsusi hədiyyəmiz olacaq. Unutma ki, sevilmək üçün özünü silmək, sevilmək deyil. Fikirləriniz çox dəyərlidir.